İkinci gündən salam. Bu günləri ayın 18 may saat 5:25-dir. Nepal saatı ilə 6:25 dəqiqə. Dağlar tam görünür. Bütün dağlar görünür. Ona görə də qoyacağam hyperlapse olsun. Əgər alındıra bilsəm. Drone-da turdacağam ki, qəşəng video çəkə bilim. Bütün dağları göstərə bilim. From the golden dunes of Bulgaria, I'll be following you for the ride. I know that these days have been messing with you like a countless straight out makeup. And I know the right times when you're feeling surrounded, but I think you should know by now. From the golden dunes of Bulgaria, I've been cold Himalaya, I'll be following you for the ride. From the blinding lights of Chicago through the streets of Santiago, I will always be there and by your side. 'Cause sometimes we get stubborn, we forget where we come from. We can't see much beyond our nose. And I know there'll come a time we will leave it all behind. And I sure we are getting close. And from the golden dunes of Bulgaria, up the cold Himalaya, I'll be following you for the ride. And from the blinding lights of Chicago to the streets of Santiago, I will always be there by your side. 'Cause you know that there is a blue sky hiding right behind those wistful stormy eyes. From the golden dunes of Bulgaria, up the cold Himalaya, I'll be following you for the ride. And from the blinding lights of Chicago to the streets of Santiago, I will always be there by your side. From the golden dunes of Bulgaria, up the cold Himalaya, I'll be following you for the ride. From the lights of Chicago to the streets of Santiago, I will always be there by your side. By your side. Annapurna South. Buradan görükür. Annapurna cənub tərəfi. Bu günləri yolumuz nətərdir? Yolumuz buradan kəndə düşürük. Bu kanyonun bu tərəfi ilə, bilmirəm, kanyon görükür, görükmür. Görümüzüm eləyə bilirəmsə. Kanyonun bu tərəfi ilə gedirik aşağı. Dağın ətrafından fırlanacağıq, amma bu günlər çatamayacaq çox güman ki. Dağın ətrafından fırlanacağıq. Sabahları günorta saat 2-də zətdə dağın o tərəfinə çatacaq. O ABC Base Camp dağın o tərəfindədir. Bu ABC-nin də hündürlüyü 7299 metrdir. Yerdəsi 7200 neçə metrdirsə də yadımda deyil. Yəni bizim amma çıxacağımız maksimum hündürlük 4200-dür təqribi. 4200 metr hündürlüyə çıxacaq təqribi. Deməli, səhər yeməyimizi yeyirik. Səhər yeməyinə də yenə dal veriblər. Daldır bunun. Name is a dal? It's not dal, it's a sabji. Sabji, Chana. Sabji means vegetables. Yeah, It's same in sabji, my language. So, sabji, yumurta, çörək, bir də çay. Çaydan sonra da qaçırıq yavaş-yavaş. Saat 8-in yarısıdır. Bu günləri haradasa 8-9 saatlıq yolumuz var. Himalaya deyilən bir kəndə. Gəlib orada qalacağıq. Sabahları Annapurna inşallah. Getdik.
Burada Çomron kəndində bir dəfə də permit çək eləyirlər burada. Yenə həminki dünənki permiti göstərib keçəcəm. Bu permit çək asan idi. Burada heç özüm kompüterə toxunmadım. Oradakı qız şəklini çəkdi permitin. Dedi ki, get qaydanda bir də gələrsən bura check out eləyərəm. Dedim yaxşı. İndi gedirik yavaş-yavaş. Burada camışlar da var idi yuxarıda. Burada camışlar var bunların. Bunun ətindən yemişdim şeydə. Laknada, Lakna şəhərində. Bir yumşaq olur. Quzu ətindən də yumşaq olur ha. Ləzzətli olur əti. Elə bir ərimiş pendir yeyirsən. Elə gördüm yolda dedim. Yadımdaykən ağzım sulandı. Burada bunların temple'ları da var. Dini məbədləri. Bu Porter dayılardan birini göstərmək istəyirəm. Motor daşıyır. Ot biçəndir yoxsa nədir? Namaste. Motordur bu. Su motordur. Nədir başım çıxmır. Biri motor daşıyır. Bu yekəcini. Haradasa 70 kilo, bəlkə də 100 kilo var. Bəlkə də çox. O birisi də nəsə daşıyır. Burada bu it var. Bunun yatdığı yer ən super görüntü yeridir. Best view'su var bunun. Birbaşa dağların görüntüsü. Permit zad almayıb özdə gəlmək üçün bura. Mənim kimi 30 manat pul verməyib. Burada bir dənə belə darvaza var. Darvaza amma kilitlidir. Amma Nepallılar özləri yol düzəldiblər. Birbaşa buradan çıxırsan, düz gəlsən aşağı. Bilmirəm darvazanı niyə kilitləyiblər. Asan yolu qoyub özlərini çətin yol düzəldiblər. Nəysə, gedirik də. Burada bir dənə temple var. 100 yaşı var. 100 yaşdan çox yaşı var. 1922. Temple burada yolun üstündədir. Biz belə yox. Bu yoldan aşağı düşəcəyik. Körpünü keçəcəyik. Ondan sonra üzü belə bu dağın ətrafından fırlanacaq. Orada da Annapurnadır. Annapurna cənub. Annapurna saat. Onun da ətrafından fırlanıb, onun arxa tərəfinə keçəcəyik sabah. Belə. İkinci körpüdür. Bu vadini keçmək üçün. İkinci körpünü keçirik. Üzü Himalaya kəndinə tərəf. Yes. Sure. Deməli bu körpü 2012-2013-cü illərdə düzəldilibdir. British Gurkha deyilən bir ordu var. Onların Nepal ordusudur. Amma British Gurkha, name is a British Gurkha, right? It's a regiment. Okay. So they have special, onların elə bir ki, xüsusi, nə deyirlər ona? Rejimi var, British Gurkha rejimi. Bu Gurkhalar burada Nepalın ən yaxşı döyüşən adamlarıdır. Ona görə Nepal indiyə qədər heç kəs tərəfindən işğal olunmuyor. Deyəsən, Britaniyalılar işğal ediblər, bilmirəm onu da dəqiq. Elə. Bu vadinin ortasından super bir dənə çay axır. Sərt-sərindir hava. Günəşli olmağından deyil, yəni hardasa 18 dərəcə deyərəm ki, bəlkə də temperatur var. Hündürlük də kamerada göstərir. Neçə göstərir, görmürəm. 1832 metr. Deyək ki, 1800 də. Belə, yavaş-yavaş gedirik. Biz yuxarı. Dayı burada 2500 metrədə banan satır, alma satır. Deməli, bananın dənəsini 1 manata satır. Burada araxis var. Araxisin yarım kilosun 1 manat 50 qəpiyə, almanın dənəsini 2 manata satır. Dayı qəşəng biznes görür burada. Amma dəyər yəni. Bu porterlərlə hər şeyi daşıyırlar, görsən. Onlara da pul ödəyirlər. So in a 1 hour, 1 saat yarıma Lower Sinovaya çatdıq. Biz fikirləşmişdik 2 saata çatarıq. So we were planning to 2 hours for the Upper Sinova or lower? No. To upper, yeah? This is lower. No, to Upper Sinova, how many hours? 40 minutes. 40 minutes. 42 an hour, I think. Okay. If you don't take photos, videos, or Okay, clear. so much stuff. So, deməli 1 saat yarıma, 1 saat yarım. Toplamda 2 saat yarıma Upper Sinovaya çatacağıq. Upper Sinovadan yuxarı Sinova deyək də. Yuxarı Sinovadan sonra Bambuya tərəf. Bambuda da günorta yeməyi. Deməli biz bu tərəfdə bir yerə gəldik, çıxdıq. Qaldığımız hostel bax, oradaydı o.
Ağacın düz uzunda. Orada göyrəkdə görükür bəlkə də, bilmirəm. Orada şey var. Telefon qülləsi var orada. Telefon qülləsindən düşdük üz aşağı. Bir onu da göstərəcəm. Burada restoran qabağına gəlmişəm. Telefon qülləsindən yolla düz üz aşağı. Bura qədər bu yolla. Sonra körpünü keçirsən bəyənə. Oradan sonra da bu yolla təzədən bu yana gəlirsən. Təpənin ətrafından fırlanırıq, Annapurna görükmür. Çünki arada təpələr var. Belə, amma mənzərə burada nə vardır? Belə, üzü yuxarı yavaş-yavaş gedirik. Burada Nepalda, Hindistanda belə oralit deyilən bir şey satılır. Elə bu duzdur, pesokdur, içində fərqli şeylər var burada. Görükür hamısı. Almamışam, düzdür, buradan tapdım, kimsə qoyub getmişdi. Açdım ağzını, döşəcəm suyun içinə. Bu bir stəkan su içindir, yazılıb 240 ml. Məndə yarım litr su var, onun içinə qıfacam. Düz 2000 metr hündürlükdə əmindir. Kameranın ekranından görə bilirəm. Yaxşı ki almamışam bu oraliti. Qatdım suya buraya. Sudan duz da hamı verir. Dadlı deyil. Bir də öz kəşfim olan bir metod izah edeyim. Paltarları yolda qurutmaq üçün. Belə bir dənə həngər var onda. Bunu taxmışam bura. Sunkanın da coveri var. Çantanın coverinin içinə də qollarını keçirmişəm. Yol getdikcə gün vurur, külək vurur, qurudur bunu. Ona görə də 3 dənə köynək gətirmişəm, 2 dənə şortik, bir dənə də şalvar. Ondan Annapurnaya çıxıram. Burada da başqa hostellər var. Bəzəkli, düzəkli qəşəng. Buradan da görüntü süperdir. Bəlkə qaydan da burada qaldıq. Amma çox güman ki bambuda qalacaq, burada yox. İndi yuxarı Sinovanı keçdik, Upper Sinovanı. You have to trek all the way from there. This which way? There. This one. The rice field look like area. It's down. Cottage up there. Which one? That one. Ah yeah, this one. So we have to. We will go from here to there, and then. from there to up again. Yes. Okay. Deməli oradakı o ağacın ucundakı o kotej var o tərəfdə. Oraya qədər çıxıb oradan sonra dağın arxasına tərəf dönəcəyik. Görək. Nəfəsimiz kəsirlər. Hündürlük 2000, hələ də 2020 metr. Okay. Çox yuxarıda deyilik. Aşağıda qəşəng düyü sahələri var. Amma biz hələ düz yuxarı gedirik. Deletov çoxlu kamikadze balonlar 15 kilo, dənəsi 14 kilo 200 qram. İçindəki qaz. Balonla bir yerdə çox güman ki 25 kilo zat. Deməli burada dayanmışıq biraz yemək yeyək. Qaqaş sağ olsun, mənə şokolad verdi. Mənim özümdə kukilərim var burada. Peçenlilərim. Qaqaşın kişmişi var, kayısı var, məndə də araxis var. Bölüşdürüb yeyəcəyik. Yeyəcəyik, acından öləm. Dağda hər şeyə çarə var. Məndə araxis, onda kişmiş qarışdırdıq. Bu kişmişin ağzı bağlanır. Qarışdırdıq, onda kişmişdə araxis yeyirik. Sonra kaju ilə qarışdıracaq. Gəldik bura 2222 metrdə helikopter şey var, pədi var burada. Helikopterlərin gəlirlər burada, vertolyotlar dayanırlar. Bu birinci pəddir bildiyim qədər, niyə ikinci? Nə bilmirəm, deyirəm də özümdən. Dağların görüntüsü, dərələrin görüntüsü superdir. Aşağıdakı dərələrdən gəlmişik. Dərələrdə qalmışıq bala. Getdik yuxarı. Deməli gəldik, çıxdıq yuxarı Sinovaya. Mən elə bilirdim o tərəfdə, amma buraymış. Burada yuxarı Sinova 2360 metr hündürlükdə. Buradan bambuya, hansı ki sabaları bu gün biz günorta yeməğimizi orada yiyəcəyik. Bambuya günorta yeməğimizi orada yiyəcəyik. Buradan yuxarı Sinovadan da Dovana 3 saatdir. 3 saatdan sonra da 2 saatda biz gedəcəyik şeyə. Adı yadından çıxdı. Himalaya kəndinə. Deməli hələ indidən sonra bir 5 saat yolumuz var. Saat düz 10'dur.
10-11. Deyək ki 6 saat yeməklə bir yerdə. Saat super. Saat 5-də 6-da çatacağıq şeyə. Kəndə Himalaya. Ümid eləyirəm. Gedək görək də. Yuxarı Sinovadan sonra bütün belə meşəlikdir. Bambu ağacları, normal ağaclar, zatlar. Buradan sonrası düzdür. Haradasa bir saat yarım şeyə bambu kəndinə qədər dümdüzdür. Görək sonrası nə olur. Çoxlu qarğa var burada, doludur. Amma obru quşlarda var, prosta qarğaların səsi bir təhər eləyir də. Yolun üstündə belə çoxlu taxta şalban var. Yolun sağ tərəfi super görsənir. Sol tərəfin taxta şalbanla döşüblər, bilmirəm niyə. Doludur. Bilmirəm, daşlara dəstək verirlər, qayalar düşməsin deyə eləyirlər. Səbəbi bilmirəm, amma nəsə məqsədlər var. Bugün təzə sözlər öyrənmişəm Hind dilində. Banchot. And then, what was that Varanasi word? Bosrike. Bosrike. Mənalarını izah eləməyəcəm, yaxşı sözlər deyil. Sonra Motherchot and Chutiya. Yes, Chutiya. Chutiya. Chutiya, Motherchot, Banchot, Bosrike. See, I learned many words. Terimakachut. İndonezya dilində terima yaxşı deməkdir, amma bunların dilində Terimakasi is like thank you in Malaysia. Thank you in Indonesian, Malaysian, but here is not thank you. Yeah, not It's not thank you at all. Terimakachut. Burada qəşəng sözlər öyrəndim Hind dilindən. 2260 metrədə belə bir cəngəllik. Biz yuxarı gedirik. Amma bura çox da dik qalxıb düşmək söhbəti öyle dümdüzdür. Dümdüz deməyək, yəni şəhərə baxmış, da o bir tərəflərə baxmış, düzdür buralar. Getdik yavaş-yavaş. Bura əsl cəngəllikdir, amma sərindir. İndoneziyada, Malayziyadakı, Filippindəki kimi rütubətli, isti deyil. Qəşəng görünür. Oradan da yavaş-yavaş üzü yuxarı. Neredeyse bir yarım saati yeriyirik. Yarım saat, 1 saat sonra da bir dənə kəndə çatacaq. 1 saat yarım yolumuz var. Total 1 saat yarımdır. Ümumi 1 saat yolumuz var. Xalqın uşağı varırı da atla gedir aşağı. Mən də at kimi peşkom gedirəm yuxarı. Hindistanlılar da qışqırırlar nəsə. Yavaş-yavaş çıxar yuxarı. Meşənin içində yollar pilləkən kimi deyil, palçıqlıdır. Çünki bura cəngəllikdir, rütubət hər şeyi dağıdır. Yəni rütubət yəni yağışlar. Ağaçların kökü, yağış, hər şeyi bir təhər eləyir. Burada porterlər sürətli gedirlər deyə mən yol verirəm onlara. 2 nəfər. Bunların hərəsinin daşıdığı yük 50 kilo olar bəlkə də çox. 2 sunkalar daşıyırlar. Hər 2 dənə sunkanın üst-üstə daşıyır biri. 1, 2, 3 dənə. 3 dənə sunkanın üst-üstə daşıyır. Another level. Başqa bir səviyyədədirlər bunlar. Nəysə, bunu danışırdım ki, cəngəllikdə yollar düz daşlar deyil də. Yağış, ağaçların kökü darmadağın eləyir buraları. Düzəltməklə deyil. Belə davam edək. Öz gözündən baxanda buranın rəngləri daha yaxşı, daha canlı görsənir. Kamerada elə də yaxşı deyil. Amma yenə də işləyir də. Əsas odur çəkir. Qəşəng bir qayalıq var, altında da bulaq çıxır. İndi bulağın suyu ilə vuracağam bədənə. Gedəcəm yuxarı. Ləzzətlidir bura. Havası sərin. Qayanın altında yatmağa da yer var. Kira vermirsən, bir şey eləmirsən. Bir dənə permit 30 manat verirsən. Gəlirsən 1 ay qalırsan burada, zərfət eləm. Permit maksimum 10 günlükdür. Burada da balaca bir dənə dəmir körpü var. Altından çay keçir. Çay keçməsinə. Çaydır, şəlaləsi var burada. Dağların mənzərəsi, şəlalələr hamısı birində. Qəşəng şəlalə var burada. Meşənin içindən axır deyə. Ancaq səsini eşitmək olur. Özü bilmirəm hardadır. Ya buradan görükür qəşəng. Suyu da buradan çıxır. Şəlalənin suyu içməlidir.
Ha. Götür iç birbaşa. Səpsəri. Bulaq suyu. Bulaq suyu, dağ havası. Neyse, yəni başladım gizləməyə. Saat 12 qalıb 5 dəqiqə. Bambu kəndinə çatdıq. Günorta yeməyin burada yiyəcəyik. Günorta yeməyindən sonra da üzü yuxarı Himalaya. 4 saatda oradan saat ərdəsi 1-də tərpənsək, saat 5-də zatda Himalaya kəndindəyik. Burada qəşəng xəritə var, onu göstərim. Deməli, bu Annapurna cənubdur, bunun arxasında şeydir, ABC bunun arxasındadır, Annapurna Base Camp. İndi biz buradayıq, Bambuda. Bambudan yemək yeyəndən sonra gedəcəyik Himalayaya, axşam burada qalacaq. Himalayadan sonra bura MBC-dir, bura yox, biz ABC-yə gedəcəyik. Səhər durub yuxudan, elə bir ki tezdən saat 5-də durub, saat 2-də zatda satacaq bura ABC-yə. Sonra da geri qayıdacaq yavaş-yavaş. Bu bütün yollardır. Burada Pokharadır deyəsən, bilmirəm. Nəysə, bunlar da yollardır. Belə. Bütün dağlar buradadır, görürsən. Macha Picchu, Annapurna 3, ən hündürüdür 7555, Gangapurna 7455, Hunachuli 6441, Annapurna South, Cənub 7223. Bu da 6997. Gedim indi yemək yiyim. Acından öləm. Deməli, paltarları mən bir-bir quruduram yolda, geyinirəm. Yaş olan çıxardıram, qoyuram orada sumkanın üstünə. Gün vurduqca quruyur, təzdən bir də. Təzdən bir də. Yəni təkrar eyni paltar 3 dənə köynək gətirmişəm özümdən. Quruduram, geyinirəm, yaş olur, təzdən bir də quruduram, geyinirəm. İndi ümid edirəm yuxarı çıxanda, dağın başına çıxanda orada ən azından bir təmiz quru köynəyim olar, çıxmamış da sabahları. Quru köynəklə çıxarım, çünki yaş köynəklə çıxsam sətəlcəm olacam mən. Görək də, köynəkləri də belə quruduram. Bilmirəm, bayaqları göstərdim deyəsən. Yadımdan çıxmamış, bir də göstərim. Deməli, bunları burada asıram belə. Sumkanın üstünə bu demək olar ki, quruyubdur. Bunu indi də çıxartmışam, yaşdır. Buradan var, asacağım var belə. Keçirəm təpəsinə, bunun qollarına keçmişəm, bunu da təpəsinə keçirəm, ilişir qalır burada. Getmir, qollarını da keçirdirəm buradan. Sumkanın coverinin altına, sumkanın üzlüyünün altına. Yol getdikcə bu quruyur. Yolda getdikcə tərləyəcəm. Bu tərləyəndən sonra o birisini geyinəcəm. Onu geyinəcəm, gedəm. Bu da bizim günorta yeməyimiz. Qızarmış düyünlə yumurta. 600 rupi, 650. 6 manat 50 qəpik bu. 2 manat 20 qəpik də kofe, yanında da pesok, südlü kofe. Südlü deyəndə yəni süd deyil də süd tozudur, şəhərdəki kimi. Nəysə, mən yiyim, acından ölüm. Yola davam. Burada Bambu kəndində bayraqları gördüm. Bangladeşin, Çinin, bir də Nepalın bayraqları. Çinin bayrağını 2 dənə qoyublar. Maraqlıdır. Çox güman ki, Çinlilər bura çox gəlir. Aşağıda nənə gördüm, 80 yaşındadır. Dağa dırmaır. Dedim, Allah can sağlığı versin. Nə qaraq? Burada yol üstü şəlalə tapdıq. Balaca şəlalə. Tapdıq deyəndə demişdilər ki, yol üstü şəlalə olacaq. Oraya gedirəm indi. Ayaqlarımı suya qoyam. Yeməkdən sonra yaxşıdır. Amma üzmək üçün çox soyuqdur. Yəni bambuk ağacımı tullayayım mən. Tikkat da yoldan tapmışam. Kimsə zibil atmış yerə. Getdik. Aşağı biraz dincələk. Sonra ayaqqabıları geyinib davam yuxarı. Şəlalənin suyu tərtəmizdir. Gül kimi. Gül kimi yox, güzgü kimi. Yəni, amma buz kimidir yəni. Ayağı batırsan suyun içinə, ayaqların titriyir. Orada özüm sokuşturmağa çalışım çıxarıb. Very cold. A few minutes later I will not feel my feet. Böyle buz kimi suda ama geçeydi. Tertemiz.
Yuxunda cənnəti görürsən, sonra gəlib cənnəti burada görürsən. Bulaqlar, şəlalələr, hamısı birində. Sürüşməsəm yaxşıdır, amma qəşəng, super görürsən. Buradan belə üz yuxarı hələ 2383 metrdəyik, 2400 deyək. Yapışdı qaldı burada. Buradan yuxarı hələ bizim bir 3 saatda yolumuz var. Saat 2-dir. 3 saatda yolumuz var. Saat 5-ə qədər. Gedək kəndə, tapaq hostel, yataq orada. Burada Malayziyadakı kimi o ağaçlar var. Taipingdə idi, yoxsa bilmirəm hansısa şəhərdə getmişdim. Taipingdə idi, səhv eləmirəmsə. Elə ağaçlar var, görürsən. Bu jungle ağaçları. Jungle neydi? Jungle da jungle, öz başa düşdünüz. O ağaçlardan var burada da. Bambuk ağaçları da var, amma görürsən çox belə şeydir, bu qalınlıqda böyüyür. Bundan qalın böyümür, çünki hündürlüyə görə. Bundan, yəni buralarda bundan yoğun olmur. Amma aşağılarda, məsələn, dəniz səviyyəsində bundan 5 dəfə, 10 dəfə yoğun olur bambukun gövdəsi. They drop some stuff and they're coming back. The porters. Niyə İngiliscə danışmayın? Deyirdim mən, porterlər nəysə qoyublar yuxarıdan geri qayıdırlar. Buna bax, cənnətdir, cənnət. Don't go. Don't go, I want to picture here. Yeah, man, it's a paradise. Suyun səsi burada başqa cürüyor, ləzzətlidir. Super sakit, qəşəng. Yolun ortasından düz aşağı axır. Gedir aşağıda çay var, aşağıda çayın içine dökülür. Cənnət. Buradan o uzaqdakı şəlaləni görmək olur. Bilmirəm nə qədər görmək olur. Yox amma. It's raining already. Yağış yağmağa başladı. Yavaş-yavaş ağaçların altına keçmək lazımdır. Belə. Axır ki Dovana gəldik, çıxdıq. Bura qaldığımız yerdə sadəcə buradan qaldığımız yerə 2 saat yol var. Buranın hündürlüyü 2505 metr. 2500 metr. Aha. Yeah, I will do it. Buradan biz gedəcəyik Himalayaya, Himalaya kəndinə. Ora 2 saatdır. Gəlib orada qalacağıq. Durali sabahları gedəcəyik. Sabahları gedəcəyik, ora 4 saatdır. After Durali we go to MBC. Tonight we stay in Himalaya. Yeah, Himalaya. Tomorrow we go to Durali and after Durali MBC and then ABC. All of them and we will stay in ABC. Yeah. Welcome to Dovan. Wi-Fi, food, sleep, everything. But we will not stay. Burada qalmayacağıq. Belə. Burada Dovan kəndində Tayvanlı xalalarla tanış oldum. Taipeidən gəliblər bura. Qoca nənələr var, cavan xalalar var, hiking-ə gəliblər. Cavan xalalar deyəndə ki, 50 yaşın üstündədirlər, bəlkə də 60 yaşın üstündə. Çox nə qocadılar, nə də çox cavan. Orta yaşlı deyə bilərik, Çinlilər üçün orta yaş. Amma üçün, bilmirəm, bizim millət üçün biraz yaşlı görsənlər. Belə. Buraların hər yerində də stikerlərimi yapışdıracam. Hər yerə pulsuz branding. Dovanda 10 dəqiqə, 15 dəqiqə oturandan sonra yola davam Himalaya. 2 saat sonra Himalayadayıq. Ondan sonra hostel, dincəlmək sabaha qədər. Yol üstü başqa bir dənə də şəlalə var. Super görsən. Kimsə ayaqqabısını soxdu şəlalənin içinə. Amma biz düşməyəcəyik bu dəfə, çünki yağış başlayacaq. Dayanmaq yoxdur bundan sonra birbaşa Himalaya kəndinə. Şəkil çəkdirirlər, girirlər suya. Çay da əslində şəlalə deyil, orası şəlalədir, burası çaydır. Belə. Buranı da çəkim. Yadda qalsın. Xatirələr. Ömür boyu. Mahnı yadından çıxdı. Süper görsən harbide.
Burada başqa bir dənə şəlalə var. Bu da yaxşı görsənir. Dedim elə gəlmişəm buranın da şəklin videosunu çəkim. Daşların üstündən aşır gedir. Yəqin ki yağış sezonu olanda indi bir ay sonra elə bir ay yox, bir həftə sonra yağış sezonu başlayır. Onda yəqin ki bu daşları da heç görmək olmayacaq. Suyun altında qalacaq hamısı. Elə buradan başlayır, çay axır gəlir. Daşların üstü ilə vurulub gedir. Elə. Biz yola davam. Dayı qaz balonu daşır başı ilə. 25 litrelik qaz balonu. Dayıdan 360 kamerası var, taxıb başının arxasından gedir. Bütün yolu 360 kamera ilə çəkir. İndi 2470 metrədəyik. Dayıda gedir onun. Elə bizim dağları var arxada. Bu yol da pis deyil. Arxada. Üzü bu yana gedir indi. Cəngəllik ağaçları, bambuklar. Bütün ağaçlar, hər şey. Danışmağa söz tapıram, yorulmuşam. Bir tər olmuşam. Gedə görək nə olur. Gedə yavaş-yavaş da video çəkmək istəyirəm. Çünki yol yaxşı görükür. Və qaqaş mahnı seçir telefonumdan, görək hansını seçə bilir. Məndə qəribə mahnılar var. What is that in Bukhara? Bukhara is a city in Uzbekistan, but that group is not Uzbekistan group. It is, I think it's from somewhere another country. Oh, it's nice. That's a nice song. Belə, yolumuz belə düz gedir. O birisi Hindistandan itirdik. Birini də tapmışdıq yolda, onu da itirdik. Buradan yuxarıdan su gəlir. Buz kimidir ya. Otlar buz kimidir. Otdur, qıcıdır, adını da bilmirəm. Əlvə toxundursa yumuşaq, buz kimi. Ləzzət eləyir adama. Super. Okay, wait a second. I go. It's recording. Yes, if you click the button, it starts counting. It's very fast. Fuck. Thank you. Bura tamam başqa səviyyədədir. Bilmirəm mən nə izah edeyim. Başqa səviyyə yox, başqa təbiətdir, başqa bir cür görüntüdür. Təbiətdir, söz bilmirəm, o sözləri bilmirəm. Hələ bədii sözləri bilmirəm Azərbaycan dilində. Amma yəni göstərə bilərəm sadəcə. Sözlə izah edə bilmirəm. Çox təəssüf. Jurassic dövrün şeylərinə oxşur, ağaçlarına, təbiətinə. Yəni görməmişəm Jurassic dövrü, amma videolarda, kinolarda gördüyüm qədər. Təbiət burada başqa cürdür. Başqa cür görsənir, başqa cür axır, başqa cür işləyir. Ağaçlar başqa cürdür. Hər şey
fərqli görünür. Danışıqlarım biraz fantastik görünür, amma mənə fantastikdir. İndi sizə dəm mənzərə göstərəcəm. Mənim də həyatımda ilk dəfə gördüyüm mənzərədir. Şəlalələr. Super massiv şəlalələr. Bu başqa səviyyə. Adını öyrənəcəm birazdan. Adını öyrənib deyərəm şəlalələr. Burada bir dənə də monastır var. Nepal monastırı. Şəlalələrin düz qabağında. Bunu saat əqrəb istiqamətində hamısını zənglərini eləmək lazımdır. Bu həm uğur gətirir, həm xoşbəxt gətirir, nə bilim, hər şey gətirir. Bunların inancına görə burada yazıları da var özlərinin. Belə. Burada hər yerdə belə məscid deyəndə tempelların quruluşuna yatırım eləyənlər, elə ki bağışda bulunan nə idi? Donation eləyənlər də, yəni yardım eləyən adamların adları ilə onların elədiyi məbləğlər yazılır burada hamısı. Hindistanda da, Çində də, Malayziyada da, demək olar ki, hər yerdə bütün dini yerləri insanların özlərinin öz istəklərindən tikdirirlər, çoxlarını. Çox yerdə düzdür, dövlət tikdirir, amma bəzi yerlərdə var ki, belə əsasda buddistlərin olduğu yerlərdə, hinduların, buddistlərin olduğu yerlərdə cəmaatın öz istəyi ilə tikilir. Onlar pul yatırırlar, sonra həmin adamların adları qeyd olunur orada. Getməmiş bir də şəlaləni göstərək. Sonra yağış başlayacaq birazdan. 30 dəqiqə yolumuz var kəndə. 30 dəqiqə sonra inşallah oradayıq. Buradan yuxarı yol deyil. Pilləkənlər, daşlar qırılıbdır. Yavaş-yavaş özümüzə direkt ayaq eləyə gedirik. Himalaya kəndinə də bayaqdan deyirəm 30 dəqiqə qalıb, 30 dəqiqə qalıb, hələ də satamamışıq. Hündürlüyü də göstərir 2670 metr. Yavaş-yavaş yuxarı. Burada shortcut var, qısa yol. Amma məsləhət görmürəm. Normal pilləkənlərlə yuxarı getmək yaxşıdır. Biz həvəsə düşdük, gəldik burayla. 2 nəfər yan-yana yeriyə bilmir. Aşağı. Azərbaycan. Azərbaycan. Azerbaijan? Yes. Okay. My country. So how you feeling? Huh? How you feel? Good. Thank you. I try. Bu shortcut qısa yol ondan deyil. Uzun yol yaxşıdır. Yağış yağsaydı heç buranı götürməyə dəyməzdi. Çünki bütün sürüşkəndir. Yes. Axır ki bu Himalaya kəndini görə bildik. Orada taxta ilə yəni göstərim burada bambukla. Orada balaca evlər var, düz evlərin yanında. Evlər o Himalaya kəndidir. Bütün dağlar, bütün bu dumanın arxası bütün dağlardır. Machu Picchu dağları, dağı. Biz indi üzü yuxarı ora tərəf gedirik. 10 dəqiqə, maksimum 15 dəqiqə. Getdik. Başlayaq, yenə ingiliscə başlaydım az qala. Deməli, biz başladıq 7:30-da, 7:15-də daha doğrusu, 7:15 yoxsa 7:20-də. Gözlə, kameranı götürün bir də. İndi saat hardasa 5-dir. Bir 5 dəqiqəyə çatdırıq Himalaya kəndinə. Deyək ki, 5-də çatdıq ora. 7:35. Normal sürətlə gedəndə 8 saata, yəni 8 saatdır yol, yerimək məsafəsi. Biz indi oturduq bir yarım saat
Günorta yeməyi, yarım saat, 10 dəqiqə, 20 dəqiqə şəlalədə biraz ayağımızı istətdik, şəkil çəkdik. Sonra orada temple'lar vardı, orada dayandıq, orada şəkillər çəkdirdik. Yəni 1 saat yarım yolda itirmişik təqribi. Bəlkə də 1 saat. 8 saat yarım yerimişik. Gəlib çatırıq. How many kilometers we walk? Can you check on the phone? On the iPhone walking app. 14.5. Evet, 15 kilometre yerimişik. Gəlmişik bura. Düz 8 saata. Normalda şəhər içində peşkom yeriyəndə 5 kilometr 1 saatdır. 3 saata 15 kilometr, 3-4 saata 15 kilometr yeriyə bilirsən. Amma təbii ki, bura gəlirsən Himalaya kəndi. Yazılıb burada Welcome to Himalaya. Gəldik bura 2900 metr. Kəndimiz burada. Temperaturda we take a picture here. Anjit. Go. Deməli temperaturda 9 dərəcədir. Çox da soyuq deyil, nə də isti deyil. Yəni soyuqdur amma mən hiss eləmirəm. Excuse me guys. Excuse me guys. Ajit. You forget to take a picture in the entrance. Come here. You rushing, huh? Excuse me again guys. Sorry, so sorry. Thank you so much. Deməli gəldim bura şəkil çəkdirim sonra qayıdacağam təzədən. Belə. Dağların başı dumanlı amma buradan that one is a Machu Picchu, right? Yeah. That's the behind. What is that one? That's on normally peak. Normal peak. Another başqa bir dənə peak, huh? Check it fast. Yeah. Which one? This one. Okay. Bura gəldik, çıxdıq. İndi check-in eləməliyik. Malayziyalılar buradadır. Gəlib çıxıblar bura. Biraz tez gəldik ki, cəmaət arkadaşlar gəlməmiş, check-in edə bilək. Deməli bura 2900 metrədir. Buradan sonrası şortiklik deyil. Nə şortiklik, nə köynəklik deyil. Altdan tumanı geyinmişəm. Hindistanda tuman almışdım. Üstündən də şalvarı geyinəcəm. Hələ sabah da bununla gələcəm. Çünki temperatur həm axşamlar aşağı düşür. Şalvarla, kurtka ilə yatacam. Yəni başqa variantım yoxdur açığı. Bunu biraz qabağa çəkim. Hələ bilmirəm qəşəng görünmür. Nəysə, bura qoyum. Buradan daha yaxşıdır. Belə şalvarla köynəyə də geyinirik. Tumanı da geyinirik. Olur qəşəng. Şalvar geyindik tumanın üstündən. Oldu. Gül kimi. Okay. Oldu gül kimi. Bundan sonra da bizə problem yoxdur. Ayaqqabıları da geyinim, çıxım. Gedim, çünki gedirəm zaryadka qoymağa telefon, çünki buradakı hostellərin çoxunda zaryadka yoxdur. Bu hostellədə 2000 rupi, hardasa 20 manat pul verdik. Dediyim kimi yuxarı qalxdıqcan qiymət də qalxır. Annapurna Base Camp'dakı hostellədə 25 manat verəcəyik. Adam başına 25 manat. Elə belə 2 dənə kravat, 3 dənə kravatdır. Dünənləri qaqaş yatmışdı böyük kravatda. Bu gün də mən yatacağam bir də, o burada yatacaq. Belə. Yavaş-yavaş çıxacaq yuxarı sabahları inşallah. Nəysə, buna da bu 20 manata da daxildir burada. Burada istisi yoxdur. Ona görə isti su ilə çinməyə əlavə pul alırlar. 2 manat əlavə pul alırlar. Mən dünənləri çinmişəm deyə daha çinməyə ehtiyac yoxdur. Var, burada baby wipe almışdım Hindistandan. Bundan istifadə edəcəm, bədənimi təmizləyəm. Səhər tezdən duranda yola çıxmağa. Belə, yeməyə də daxildir həmişəki kimi dalına rice, yumurta. Amma yəni limitsiz də istədiyin qədər doldururlar yeməyi. Bir də çay, bunların çayı. Qara çay da bizim çay kimi qara çay. Belə. Gedirəm indi telefon zaryadka qoyam. Bir də buradakı hostellərin çoxunda, otellərin çoxunda zaryadka şnuru
hostelin içində olmur. İndi bəzi bəlkə başqa hostellərdə var, amma bilmirəm burada. Bunda yoxdur. Yəni gedirəm çöldə telefonda, kompüter nə idi? Telefonu, powerbankı, kameranı, hər şeyi zərərətə qoyum ki, sabahlar tezdən duranda da tələsiyə düşmür. Tezdən saat 6-da səhər yeməyini verəcəklər. Ondan sonra yallah üzü yuxarı Annapurna Base Camp'a. Belə. Burada da axşam yeməyi saat 5:30-dan 6-da başlayır. 7-yə qədər, 8-ə qədər. Nə vaxt çatdın o vaxt yeyirsən də. Nəysə, indi saat neçədir? 6 işləyib 15 dəqiqə. İndi 15 dəqiqə sonra axşam yeməyi yemək, çaydan zaddan tapsam içəcəm. Sonra heç nə yatmaq ki, səhər tezdən dura bilək. Bura gəlib çıxandan sonra zaret geri doludur. bütün hamı zaretkə qoyur hər şeyi. Powerbankları, telefonları, hər şey, əllərinə keçən hər şey zaretkə eləyirlər. Görək mən də kamera ilə telefonu zaretkə qoya bilsəm, yaxşı olar. Axşam yeməyini indidən yeyirəm. Saat 6-dır. 6-ya 2 dəqiqə qaldı. Deməli, hündürlük də 2727 metrdə. Düz 2727 metrdə. Yəni daldır, kartofla noxuddur, azikalardır və da sudur, isti su. Yeah, you can take a picture. İsti sudur, gətirdilər yanında duzu, ketçapı, pirin sosu zadı hamısı yanında. Bunların hamısı qiymətə daxildir. Buranın gecəsi 20 manatdır, 2000-dir. 2000 Nepal rupisidir. Yiyin bunu, ondan sonra davam. Bunlar əlavə refill eləyirlər. One more time? Yes. Yiyəndən sonra bu 15 manata, 20 manata qiymətə daxildir. İstədiyin qədər təkrar yemək qoyurlar. O qiymətə daxil olan yeməkdən noxuddur, lobyadır, supdur, düyüdür. Düyün adı doldu noxud lobya ilə. Yiyəcəm indi bunu təkrar. Canım doysun. Qaldığımız bu hostelin arxasından çay axır. Çox gür axır. Səsi adamın qulağını batırır. Burada bir də hostellərdə belə general otaqlar var, ümumi otaqlar. Bəzi adamlar burada book eləyib burada qalırlar, belə hostel otaqlarında qalırlar. Mənim qaldığım otaq 2 nəfərlikdir. Cəmsi 3-4 manat fərq var arasında, çox yoxdur. Burada qaldığım hostelin həyatından bəzi dağlar görünür. Burada bayraqlar da var. Burada bəzi dağlar, təpələr görünür. Üzü bu tərəfə də təpələrdir. Burada İndoneziyanın, Hindistanın, Malayziyanın, Ukraynanın, Bhutan'dır deyəsən, bu yox. Wales'in bayrağı, Kanadanın bayrağı, Çinin bayrağı. Bu şeydir, Malayziyanın bir ştatıdır. Yadından çıxmadı. Bu da Malayziyanın ştatıdır. Burada Malayziyanın ştatlarının bayraqları var. Maraqlı. Bu arada səhv eləmişəm. Bu qırmızı bayraq buradakı Vietnamın da Çinin bayrağı deyil. Vietnam bayrağı imiş burada. Uzaqdan Çinin bayrağına oxşur. Yaxından duranda ben de Vietnam bayrağını görürsən. Belə.